Rejissor azad olan adamdır. Bir adam azaddırsa, o rejissordur. Burada molla pisdir, sən də bir dənə molla çək, onu yaxşı olan kimi təqdim elə. Olsun da bir dəfə də molla yaxşı olan. Nə vaxtda ki molla lağlaq olur, molla şərəfsizdir, vicdansızdır, molla prikola tutulur. Bir dəfə də molla yaxşı olsun, molla nə qədər vicdanlıdır, nə qədər bu dəyərli insandır cəmiyyət üçün. Mən elə adamlar tanıyıram, en qədər tanıyırsınız. Ay qız tel, buradan eşit, buradan. Belə danışıq yoxdur da, biz realda necə biz danışırıq. Biz çox səmimi, amma orada bir pafos var filmlərin içində. Elə bilir ki, süni intellekt və bu incəsənət adamların işi getdi. Ya belə deyil. Dünənə kimi biz şotka ilə hesablayırdıq. Sonra bugün əlimizdə kalkulyator var. Yəni yenə də vasitədir. Yeni vasitə. Yanılmasa Lev Tolstoy deyirdi, xoşbəxt o insandır ki, bir işə gedəndə xoşbəxtdir, bir də işdən qayıdanda. Mən təəssüf edirəm ki, 15 ildən sonra, 20 ildən sonra o cürə babalarla biz rastlaşmayaq. Çox az rastımıza çıxacaq. O nənələr də olmayacaq. Mən həmişə iki şeyə görə Allaha təşəkkür edirəm. Deyirəm ki, Allahım, nə yaxşı ki, məni xəlq elədin. Bir də təşəkkürüm ki, ilahi, nə yaxşı ki, məni Hacı Şahin Həsənin dövrünə